Verilən suallardan və ən çox bəzən də irad formasında deyilən sözlərdən biri də bundan ibarətdir ki, Quranda gəlmişdirmi? Hansısa bir mövzunu açırsan, hansısa bir İslam dininin qayda-qanunu deyirsən, cavabında bunu eşidirsən. Quranda varmı? Quranda gəlmişdirmi? Bəzən də İslam dininin bəzi göstərişlərini rədd etməkdən ötürü, inkar etməkdən ötürü qarşı tərəf tez bunu deyir. Quranda gəlməmişdir, qəbul etmirəm. Cavab: 1. Bu iddianın özü Quranda gəlmişdirmi? Əgər kimsə deyirsə, Quranda gəlməyibsə qəbul etmirəm, o Quranla oturub durur. O Quranla danışmaq istəyir. Bizim sualımız budur. Bu iddianı Quranda gəlməyən şeyi qəbul etmirəm, Quranda varmı? Ümumiyyətlə, hər o şey ki, Quranda gəlməyibsə, qəbul etmirsənsə, bu fikir, bu iddia, bu qanun özü Quranda gəlmişdirmi? Danışanda deyirsiniz ki, Quranda yoxdur, qəbul etmirəm. Quranda yoxdursa, niyə qəbul etmirsən? Bunun özünə Qurandan dəlilin varmı? Bir daha deyirik. Quranda yoxdursa, qəbul etmirəmi Quranda tapa bilərsinizmi? Qurandan dəlil gətirin. Necə bizdən istəmirsiniz? Biz də sizdən tələb edib istəyirik. Bu iddianız ki var, Quranda gəlmişdir ya yox. Quranda yoxdursa deməli qəbul etmirəm. Bu iddianız da Qurana əsaslanmalıdır. Çünki siz ancaq Quranla danışırsınız. Bu iddianı da Quranla bizə sübut edin. Quranda gəlməmişdir. Məsələn, Quranda ayə var. Quranda gəlməyən şeyi qəbul etməyin. 2. Amma əksinə, biz sizə Qurani Kərimdən dəlil gətirə bilərik ki, Qurani Kərimdə Allah Taala təkcə öz sözünü yox, hətta Peyğəmbərin sözünü belə bizə əmr edir ki, ona əməl etməlisiniz. Bəli. Harda? Qurani Kərimin Həşr surəsi 7-ci ayə. Və ma atakumur rasul fəxuzuhu və ma nahakum anhu fantahu. Bizim rəsulumuzun sizə nəyi verirsə, onu götürün və sizə nəyi qadağan edirsə, ondan əl çəkin. Quran deyir ki, mənim ayələrimdən əlavə sizə Peyğəmbər deyənlər də lazımdır. Nəyə əmr edirsə, itaat etməlisən. Nədən sizi çəkindirirsə, onun sözünə qulaq asmalısan.